Azərbaycan Respublikasının iqtisadiyyatı Azərbaycan Respublikasının sənaye sahələrindən başlayacağıq ilk olaraq. Bizdən nə soruşur? Deyir, Azərbaycanda hansı tükənməyən enerji mənbələri ilə daha yaxşı təmin olunmuşdur? Qızlar, əvvəlcə yadınızda saxlayın ki, tükənən və tükənməyən enerji mənbələrimiz var. Bunları indi gəlin qeyd edin. Təbii ehtiyatlar iki yerə bölünür. Tükənən və tükənməyən. Düşən ehtiyatlarımız bərpa olunmayan və bərpa olunaraq iki yerə bölünür. Bərpa olunmayanlar nədir? Həm tükənir, həm də bərpa olunmur. Neftdir, təbii qazdır, daş kömürdür, dəmirdir, misdir, alüminiumdur, sonra xörəkdir, kalium duzlarıdır, fosforitlərdir, qeyri-filizlərdir. Bunlar tükənirlər və bərpa olunmurlar. Bərpa olunanlar, məsələn, tükənir, həm də bərpa olunanlar hansılardır? Havadır, sudur, torpaqdır, bitki, heyvanlardır. Bunlar tükənə bilər, amma bərpa da oluna bilər. Tükənməyənlərimiz hansılardır? Qızlar, tükənməyənlər günəşdir, küləkdir, geotermaldır, qabarma, çəkilmə enerjilərdir. Yəni, burada gəlin baxaq. Məsələn, yanan şis deyirəm, yanan şis tükənəndir. Ona görə bənd nədir? Səhvdir. Neft qaz tükənəndir. Ona görə C bəndə səhvdir. Amma yerdə qalan günəşdir, küləkdir, geotermaldır, qabarma çəkilmə hadisələrdir. Tükənməyən enerji mənbələrdir. Bəs bunlardan görə Azərbaycanda hansı yaxşı təmin olunub? Təbii ki, Azərbaycanda günəş və külək enerjisindən yaxşı təmin olunmuşdur. Azərbaycanda günəş və külək enerjisindən yaxşı təmin olunub. Tükənməyən alternativ enerji mənbələrimiz desələr hansıdır? Günəşlə küləyi götürərsiniz. Yaxşı. Alternativ enerji mənbələrimiz, yəni tükənməyənlər günəş və külək. Gələk digər sualımıza baxalım. İkinci sual. Deyir, su elektrik stansiyalarında kaskad nədir? Su elektrik stansiyalarında kaskad nədir deyirsə qızlar. Su elektrik stansiyalarında kaskad, yəni bir çayın üzərində ardıcıl tikilmiş su elektrik stansiyasıdır. Kaskad nədir? Bir çayın üzərində ardıcıl tikilmiş su elektrik stansiyaları nə adlanır? Kaskadlar adlanır. Qeyd edirsiniz? Kaskad müəllim. Kaskad. Bir çayın üzərində ardıcıl tikilmiş su elektrik stansiyaları, yəni SESlər. Qeyd elədiniz? Bəli. Cavabımız olur 2-də A. Respublikamızın ən böyük dağ mədən sənayesinin mərkəzi hansı inzibati rayonda yerləşir? Dağ mədən sənayemiz deyəcəksiniz ki, yerləşir harda? Daşkəsəndə. Respublikamızın ən böyük dağ mədən sənayesi haradadır? Daşkəsəndədir. Daşkəsəndə bilirsiniz də uşaqlar, dəmir filiz ehtiyatımız var. Məsəl üçün, orada dəmir filizlərimizdə nə var idi? Yataqların adı Daşkəsəndə. Dəmiroğlu, Daşkəsən, Hamamçay kimi yataqlarımız var idi. Respublikamızın ən böyük dağ mədən sənayesi mərkəzi hansı inzibati rayonda yerləşir deyirsə, Daşkəsən inzibati rayonunu götürəcəksiniz. Qeyd elədiniz? Bəli müəllim. Salam İlknur. Gələk digər dördüncü sualımıza. Azərbaycana neftin qərb ölkələrinə daha qısa yolla ixrac etmək üçün ən vacib liman hansıdır? Deyir ki, qərb ölkələrinə deyirsə və nefti ixrac edən. Bizim məsəl üçün neft kəmərlərimiz var da, hansılar idi? Burada təbii ki, Ceyhan. Bakı, Tbilisi, Ceyhan deyir deyə. Bakı, Tbilisi, Ceyhan. Cavabımız nə olacaq? C. Ceyhan. Bakı, Tbilisi, Ceyhan. Qeyd elədiniz? Qeyd eləyəndə deyin. Baxın, deyirəm, yazın. Bakı, Tbilisi, Ceyhan, Bakı, Norilski və Bakı, Supsa. Bunlar bizim nəyimizdir? Neft kəmərlərimizdir. Ceyhan qızlar Türkiyədədir. Bakı, Norilski Rusiyaya. Bakı, Supsa Gürcüstana. Yazırsınız?
Bakı, Tbilisi, Ceyhan, Türkiyə. Nə Gürcüstandır. Bakı, Norilski, Rusiya. Bakı, Supsa, Gürcüstan. Supsa yəni Gürcüstanda da bildiniz liman. Yazdınızsa keçək digərinə. Yazında deyin, mən bilim də. Bəli, müəllim, bəli. Hı. Gələk 5-ci suala. Azərbaycanda maşınqarma kompleksinin yeni və sürətlə inkişaf etdiyi sahələr. Azərbaycanda maşınqarmada daha sürətlə inkişaf edən sahələri hansılardır? Qeyd edəcəksiniz ki, Azərbaycanda cihaz qayırma, elektrotexnika, bir də radioelektronika yüksək səviyyədə inkişaf edib. Bunların hamısını qəşəngcə qeyd edeyim. Bəli. Başqa görüm. Sizə atlaslı məlumatlar. Yox. Qeyd elədiniz. Keçək digər. Bəli, müəllim. Bəli. Gəldik 6-ya. Deyir, Abşeron yarımadasında hansı növ elektrik stansiyası tikmək mümkün deyil? Təbii ki, uşaqlar, Abşeron yarımadasında su elektrik stansiyası tikmək mümkün deyil. Sizdə Abşeron yarımadası su ilə yaxşı təmin olunmayıb axı. Su elektrik stansiyası tikmək mümkün deyil. Deyil, müəllim. Bəli, bəli, su elektrik stansiyası tikmək mümkün deyil. Abşeron yarımadasında su elektrik stansiyası tikmək mümkün deyil. Yazdınız. Bəli, müəllim, bəli. Deyir, Azərbaycanda qida sənayesinin əsas ixal xammalı ilə işləyən müəssisələr. İxal, uşaqlar, bilirsiniz də, ixal nə deməkdir? Almaq deməkdir. Yəni, deyir ki, ixal xammalı ilə işləyən müəssisələr hansılardır? Deyəcəksiniz ki, dən üyütmə müəssisələri. Azərbaycanda qida sənayesinin əsas ixal xammalı ilə işləyən müəssisələr hansılardır? Yəni, alırsan da onu. Dən üyütmə müəssisələri qeyd edəcəksiniz. Bizdə məsələn tərəvəzdir, pambıqdır, tütündür, mineral sulardır, boldur. Amma dən üyütmə deyəcəksiniz ki, alınır. Almaq yolu ilə işləyən müəssisələrimizdir. Sonra qeyd elədiniz. Yəni, dənli bitkilər uşaqlar, belə deyim də sizə, taxılçılıqdır da. Bilirsiniz ki, Azərbaycanda taxılçılıq hər zaman ən mühüm sahələrdən biri olur. Düzdürmü? Və qeyd edəcək ki, ölkədə ərzaq taxılının, yəni taxılın, dənli bitkilərinin müəyyən bir hissəsi xarici ölkələrdən nə edirlər? Alırlar, ixal edirlər. Çünki ölkə ərazisində yığılan taxılın məhsulunun çox hissəsi heyvandarlıqda, quşçuluqda yem məqsədilə istifadə edilir. Yəni, Azərbaycanda taxıl çoxdur, az deyil. Sadəcə Azərbaycanda taxıl bizə, elə belə deyim də, daxili tələbatımızı ödəmir. Çünki biz taxıldan həmçinin yem kimi də istifadə edirik. Həm heyvandarlıqda, həm də quşçuluqda. Ona görə də biz taxılı nə edirik? Xarici ölkələrdən ixal edirik, alırıq. Taxıl da bilsə dənli bitkidir. Aydındır? Bəli, müəllim. Azərbaycanda bəli, əsasən də buğda əkin sahələri, taxıl bitkilərindən buğda əkin sahələri daha geniş yayılıb. Məsələn, buğdada qışın mülayim keçən düzən ərazilərdə Cəlilabaddır, Sabirabaddır, Ağcabədi, Beyləqandadır. Suvarma, suvarma, yəni payızlıq deyəcəksiniz. Dağlıq ərazilərimizdə isə Şəkidə, Şamaxıda, İsmayılda, Balakəndə, Dəmiyə və Yazlıq. Yəni bizdə buğda iki cür olur. Suvarma əkinçiliyi inkişaf etdirilir. Həmçinin də deyəcəksiniz ki, Dəmiyə şəraitində həm yazlıq buğda var, həm də payızlıq buğda var. Məsələn, arpa deyəcəksən ki, heyvandarlığın əsas yem bazalarından nədir? Arpadır. Arpa da deyəcəksən ki, buğda ilə eynidir. Həm yazlıq arpa var, həm də payızlıq arpa var. Şərqi-Zaqatala bölgəsində deyəcəksən ki, dənlik, yemlik, qarğıdalı əkinləri geniş yayılıb. Çəltik də bilsən də taxıl bitkilərimizdən biridir. Deyəcəksiniz ki, çəltik isə hardadır? Lənkəranda.
və şəkil zaktalda neyinib? İnkişaf edib. Yəni Azərbaycan dənli bitkiləri hansılar desə, buğdadan, arpadan, çəltikdən, qarğıdaldan danışacaqsınız. Aydındır? Cavabımız 7 olacaq. A bəndi. Keçək 8-ə. Azərbaycan təsərrüfatın çox sahəli olmasının səbəbi nədir? Azərbaycanda təsərrüfatın çox sahəli olmasının səbəbi deyəcəz ki, həm təbii şəraitin, həm də təbii sərvətlərin müxtəlif olmasıdır. Cavabımız olacaq B. Azərbaycanda istilik elektrik stansiyaları, yəni İES-lərin deməli, şəhərlərdə yerləşməsinin səbəbi nədir? Çünki istehsal və sosial infrastrukturlara tələbatın olduğuna görə İES-lər. Azərbaycanda istilik elektrik stansiyaları haqqında qeyd edəcəksiniz ki, deməli, İES-lər tikintisi tez və ucuz başa gəlir. Lakin deyəcəksiniz ki, yanacaq və xammal sərfiyyatı çox olur və ətraf mühiti çirkləndirən stansiyalardır. Yəni istilik elektrik stansiyaları ucuz başa gəlir, tez tikilir. Lakin ətraf mühiti neynir? Çox çirkləndir. Səbəb nədir? Çünki yanacaq və xammaldan çox istifadə edir. Yəni mazutdan, bir də nədən istifadə edir? Təbii qazdan. Azərbaycanda ilk istilik elektrik stansiyası deyəcək harda tikilib? Bakıda tikilib. Deməli, yəni istilik elektrik stansiyaları uşaqlar iki yerə bölünür. Dreslərə, bir də İEM-lərə. Yaxşı. Ən əsas dresimiz Bəli, müəllim. Mingəçevirdə, bir də Şirvanda, bir də Bakıdadır. Sumqayıtda da var, Gəncədə də var. Gəncədə istilik elektrik mərkəzləri var. Qeyd elədiniz, İES-lər təzəsi ki, tez və ucuz başa gəlir, ətraf mühiti çox çirkləndirir, yanacaq xammallarına meyl edir, yəni neft, təbii qaza, mazuta. İlk dəfə Bakıda yaradılmışdı İES-lər. İES-lər də iki yerə bölünür, dreslərə və İEM-lərə. Dreslər deyəcəksiniz ki, Mingəçevirdə var, Şirvanda var. Mingəçevirdə Azərbaycan dresi var, Şirvanda da Cənub dresi var. Məsələn, sual düşə bilər ki, Cənub dresi hardadır? Şirvandadır. Və Bakıda qeyd edəcəksiniz ki, 3 dənə yerdə var əsas dres. Mingəçevirdə, Şirvanda, Bakıda. Deyəcəksiniz ki, Sumqayıtda 3, Gəncədə isə 2 dənə nə var? İEM var. Yaxşımı? Sumqayıtda 3, Gəncədə isə 2 dənə istilik elektrik mərkəzləri var. Dreslər bildiniz ki, Mingəçevirdədir, Şirvandadır, Bakıdadır. İEM-lər isə Sumqayıtda və Gəncədədir. Keçək digərinə. Bəli, müəllim. Azərbaycanda tikinti və mebel istehsalında istifadə olunan əsas xammallar. Tikintidə və mebel xammalında istifadə olunan əsas xammallar qumdur, çınqıldır, gətirilmə meşə materiallarıdır. Bunlar tikintidə, bilirsiniz də, qumdan, çınqıldan, mebeldə də ki, meşə materiallarından istifadə olunardı. Cavabımız nədir onda? A variantı. 11-ə baxaq. Azərbaycanda xalçaçılığın inkişafına əlverişli şərait yaradan başlıca amillər. Təbii ki, yun xammalının bolluğu və ənənəvi məşğulluq. Bizlər isə xalçaçılıq ənənəvi məşğulluqlardan biridir. Şəkil əsasən, Şamaxıda. Bunlar bizim əsas xalçaçılıq ərazilərimiz idi. Düzdürmü qızlar? Keçən digər sualımıza baxaq. 12. Mingəçevir su anbarının iqtisadi əhəmiyyəti. Mingəçevir su anbarı bilirsiniz ki, Azərbaycanda ən böyük su anbarı Mingəçevir su anbarıdır. Qeyd edəcək ki, burada ucuz enerji istehsalı var və kürün axınının tənzimlənməsi və su varma. Qızlar, bilirsiniz ki, axının tənzimlənməsi nə deməkdir? Əgər bir çayın üzərində su anbarı varsa, o axını tənzimlənən çaydır. Kür çayında, bəli, deyəcəksiniz ki, Mingəçevir su anbarı Kür çayının axını tənzimləyir. Həmçinin Mingəçevir su anbarının suvarma məqsədilə istifadə edilir, həmçində ucuz enerji istehsalı olunur. Çünki Mingəçevir su anbarının üzərində demişdik nə var idi? Dreslərimiz var idi. Azərbaycan dresi haradaydı? Mingəçevirdə idi. Qeyd elədiniz? Müəllim, bir də deyərsiniz cümləni. Respublikamızın ən böyük su elektrik stansiyası Mingəçevirdədir. Ən böyük Mingəçevirdədir. Məsələn, böyük su elektrik stansiyaları haradadır desələr, deyəcəksən Mingəçevirdə, Şəmkirdə, Yenikənddə,
Sonra Varvara su anbarımız var. Şəmkirlə Yenikənd gedilədiniz. Şəmkirdə, Yenikənddə, Varvarada, Tərtər, Suqovuşan 1, Suqovuşan 2. Bir də Araz və Araz su anbarımız var. Yəni əsas su elektrik stansiyalarımız hardadır? Ən böyükdə, ən böyük. Yəni, məsələn, sual düşər ki, Azərbaycanda ən böyük su elektrik stansiyalar hardadır? Mingəçevirdə Mingəçevir su anbarı, Şəmkir su anbarı, Yenikənd su anbarı, Varvara su anbarı, Tərtər su anbarı, Suqovuşan 1 və Suqovuşan 2. Tərtərdir, Suqovuşan 1-dir, Suqovuşan 2-dir. Hər üçü hardadır? Ağdərə rayonundadır. Yaxşımı? Qeyd edirsiniz? Ağdərədə müəllim. Bəli. Bax, Mingəçevir su anbarı CS. Deyəcəksiniz Mingəçevirdədir. Şəmkir və Yenikənd Şəmkir rayonundadır. Şəmkirdən Yenikənd. Varvara Yevlax rayonundadır. Varvara. Tərtərdir, Suqovuşan 1-dir, Suqovuşan 2-də Ağdərə rayonundadır. Araz su elektrik stansiyası isə Naxçıvandadır. Müəllimə Şəmkirdən sonra hansı gəlirdi? Şəmkirdə, deyəcəksiniz ki, Şəmkirdə var idi. Şəmkir rayonunda. Şəmkirdən Yenikənd. Varvara Yevlax rayonundadır. Varvara su elektrik stansiyamız Yevlax rayonundadır. Tərtər, Suqovuşan 1, Suqovuşan 2 Ağdərə rayonunda. Digər deyəcəksiniz ki, Araz isə haradır? Naxçıvanda. Yaxşı. Qeyd elədiniz? Bəli. Bəli müəllim. Deməli, cavabımız nə olacaq bizim? B. B variantı. Düzdür. 13-ə baxaq. Abşeronda tikilməsi ekoloji cəhətdən daha sərfəli olan elektrik stansiyalar. Təbii ki, su elektrik stansiyası dedik ki, olmaz. Burada kömür ümumiyyətlə Azərbaycanda yoxdur. Çıxın onu. Qabarma olmaz. Təbii ki, Abşeronda nə olar? Küləklə günəş elektrik stansiyaları. Bəli, bəli. Qabarmanı çıxsanız, geotermalı çıxsanız, kömürü çıxsanız, su elektrik stansiyasına çıxsanız, bəli qalır. 14-ə baxaq. Kimya sənayesi müəssisələrinin Abşeron yarımadasında yerləşməsinə təsir edən əsas amillər. Kimya sənayesi. Təbii ki, zəngin xammal bazası və tələbat. Yəni, deyək, niyə kimya sənayesi Abşeron yarımadasında yerləşdirilib? Çünki ora nə var? Xammal bazası var və tələbat da çoxdur. Qeyd elədiniz? Bəndə. 14-ə baxaq. Deyir, son dövrdə Azərbaycanda kəşf edilən və ixrac etmə imkanı verən əsas təbii qaz yatağı hansıdır? Cavabımız olacaq 15-də C bəndi. Şahdəniz. Əsas Müəllim, sual edə bilərsiniz, görünmür. deyir, son dövrdə Azərbaycanda kəşf edilən və ixrac etmək imkanı verən əsas təbii qaz yatağımız hansıdır? Şahdəniz yatağıdır. Bəli, bildim. Azərbaycanda qara metallurgiya inkişafına mane olan amillər. Qara metallurgiya sahələri bilirsiniz uşaqlar. Dəmirdir, manqandır, xromdur. Bunların adını qeyd edə bilərik. Düzdür? Daş kömürdə. Bəli. Bəli, Azərbaycanda qara metallurgiya inkişafına mane olan amil nədir? Təbii ki, Azərbaycanda daş kömürü ehtiyatının olmamasıdır. Azərbaycanda daş kömür ehtiyatı yoxdur deyə qara metallurgiya sənayesi yaxşı inkişaf etməyib. Cavabımız B bəndi. Gəncə Daşkəsən sənaye qovşağında qara metallurgiyanın hansı istehsal mərhələsi var? Bilirsiniz də, qara metallurgiyanın istehsal sahələri hansılar idi? Deməli, filizin, burada biz qeyd edəcəyik ki, 17-də. Dəmir filizin hasilatı və saflaşdırılması. Dəmir filizin hasilatı və saflaşdırılması. Qeyd elədiniz?
Dəmir filizin hasilatı və saflaşdırılmasıdır. Cavabımız olacaq A bəndi. Yəni ki, respublikamızda ən iri metallurgiya bazarları Gəncə, Daşkəsəndə, bir də Abşerondadır. Əsas. Qara metallurgiyanın inkişafı deyəcəz ki, Daşkəsəndə olan dəmir filizin istismarı ilə bağlıdır. Yəni Qafqazda ən iri dəmir filiz yatağı hardaydı? Daşkəsən dəmir filizinin Qoşqarçay vadisində idi. Daşkəsəndə. Dedik ki, Cənubi Daşkəsəndə idi. Hamamçayda Dəmiroğlu yataqlarındaydı. Düzdürmü? Bəli, müəllim. Mhm. Sonra gəlin indi digər sualımıza baxaq. Deyir ki, bizə nə? Gəncə Daşkəsən iqtisadi rayonunda qara və əlvan metallurgiya sənayesinin xam malları müvafiq olaraq müəyyən edin. Yenə deyirik, dəmir filiz və alnit var idi. Gəncə Daşkəsəndə dəmir filiz və alnit vardı. Dəmir filiz dedik ki, Daşkəsən, Dəmiroğlu, Hamamçay yataqlarında, alnit isə deyəcəksiniz ki, nə yatağındaydı? Zəylik yatağındaydı. Bunların hamısını keçmişik. Gəncədə gil torpaq zavodunda zəylik alnit filizi deyəcəksiniz ki, Daşkəsən rayonunda, yəni ki, Gəncə gil torpaq zavodu zəylik alnit filizi əsasında nə edirdi? İşləyirdi. Yəni alnit deyəcəksiniz ki, hardadır? Daşkəsəndədir. Amma zavod olaraq Gəncə gil torpaq zavodundadır. Keçən 19-a. Azərbaycanda atmosferdən daha çox çirkləndirilən sənaye sahələri. Təbii ki, çirkləndirilən sənaye sahələri deyirsək, kimya sənayesi, neft ayırma, bir də metallurgiya. Bunlar neyir? Atmosferi daha çox çirkləndirir. Pambıq təmizləmə olmaz, toxuculuq olmaz, tikiş olmaz. Cavabımız olacaq deyim. 20-yə baxaq. Doğru olmayan fikirlərin müəyyən edin. Əsas yay otlaqları Böyük və Kiçik Qafqazın təbii vilayətlərindədir. Bu doğrudur. Yay otlaqlarımız dağlıq ərazidə olur. Bilirsən ki, Böyük və Kiçik Qafqaz təbii vilayətləri dağlıq ərazidir. Lənkəran Astarda süd meyvəçilik, bəli, Lənkəran Astarda süd meyvəçiliyin rayonudur. Şəki, Lənkəran, Quba şəhərləri əsas kimya sənaye mərkəzləri də deyir. Bu səhvdir. Kimya sənaye mərkəzləri deyil buralar, uşaqlar. Kimya sənaye mərkəzləri deyəcəksiniz ki, haradır? Əsas. Deyəcəksiniz ki, kimya sənaye mərkəzləri Bakıdır, Sumqayıtdır, Gəncədir, Şirvandır, Salyandır, Neftçaladır, Mingəçevirdir. Bunlar əsas kimya sənaye mərkəzlərimizdir. Ona görə bizim C variantımız nədir? Səhvdir. Kiçik Qafqaz təbliğatı zəngin rekreasiya, yəni istirahət üçün ehtiyatlar var, düzdür. Qaza Tovuz iqtisadi rayonunun həm qış, həm də yay otlaqları var, bu da düzdür. Cavabımız 20-də C. 21-ə baxaq. Düzgün olmayan fikirləri müəyyən edin. Su elektrik stansiyaları güclü hidroenerji ehtiyatlarına malik olan çayların üzərində tikilir. Bu doğrudur. İES-lər, yəni istilik elektrik stansiyaları təbii qaz və mazutla işləyir. Bu da doğrudur. Azərbaycanda istehsal olunan elektrik enerjisinin çox hissəsi SES-lərin payına düşür. Bu deyəcəksiniz ki, nədir? Yanlışdır. Azərbaycanda uşaqlar, yadınızda saxlayın, ən çox İES-lərin payına düşür. SES-lərin yox. Birinci yerdə 90% İES-lərin payına, 7,5% SES-lərin payına, qalanları isə deyəcəksiniz ki, alternativ enerji mənbələrinin payına düşür. Aydındır. C variantı səhvdir. İES-lər olmalı, SES-lər yox. Sonra keçək digər sualımıza. 22-yə. Deyək ki, qara metallurgiyanın inkişafı üçün Azərbaycanda olmayan təbii ehtiyat, bayaq nə dedik? Daş kömür. Daş kömürü Azərbaycanda yoxdur. 22B. Kür çayı üzərində yerləşən SES-lər. Uşaqlar, Kür çayı üzərində yerləşən SES-lərimiz hansılardır? Yenikənd, Şəmkir, Varvara. Yazın bunu da mütləq. Kür çayı üzərində yerləşən kaskad deyir deyə bayaqların bir çay üzərində bir neçə su elektrik stansiyasının yerləşməsi
Kaskad idi. Kür çayında deyəcəksiniz ki, çay üzərində Varvara. Demişdik, haradaydı Varvara? Yevlaxda. Varvara, Yenikənd, Yenikənd, Şəmkir, elektrik stansiyası var. Yenikəndlə Şəmkir haradadır? Şəmkir rayonunun ərazisindədir. Cavabımız 23-də D variantı. Azərbaycanda əsas elektroenergetika mərkəzləri olan şəhərlər. Elektroenergetika mərkəzi olan şəhərlər deyirsə, Mingəçevir şəhərimizdir, Bakı şəhərimizdir, bir də Şirvan şəhərimizdir. Çünki Azərbaycanda dediyi ilk dəfə su elektrik stansiyası Bakıda yaradılıb. Bundan başqa Şirvanda bizim əsas nəyimiz var idi? Yəni deyək, Azərbaycanda əsas Şəmkirdə cənub dreslərimiz, Mingəçevirdə də Azərbaycan dresi yerləşirdi. Cavabımız 10-24-də A bəndi. Məsələn, Şəki, Lənkəran səhvdir. Sonra Salyan səhvdir. Yevlax, Ağdaş. Ağdaş olmaz. Yəni bunlara çıxsanız Astaranı. Doğru cavabımız 24 olacaq A bəndi. 25-ə baxıram. Azərbaycanda günəş enerjisindən istifadənin perspektivliyi daha böyük olduğu ərazilər. Günəş enerjisindən uşaqlar, deyəcəksiniz ki, Azərbaycanda daha çox istifadə edən ölkələr hansı olar? Gəlin qeyd eləyəyim. Hazırda deyəcəksiniz ki, birinci yerdə hansı olar? Naxçıvan. Naxçıvan birinci yerdədir. Daha sonra Sumqayıt, Suraxanı, Pirallahlı. Özə HES, H, E, S yazılır günəş elektrik stansiyasının adı. Yəni Azərbaycan ərazisində deyəcəksən ki, Abşeron yarımadasında, Zəngilan Qubadlıda, Küraraz ovalığında, Naxçıvanda günəş ehtiyatları nədir? Zəngindir. Abşeron yarımadası, Zəngilan Qubadlı, Küraraz ovalığı, Naxçıvanda günəş ehtiyatları ilə zəngindir. Məsələn, gəl baxaq. Şollar düzü yazıb olmaz. Düzən ərazilər, məsələn, Kiçik Qafqazın ortalığı Acınahor olmaz. Lənkəran ovalığı olmaz. Böyük Qafqazın yüksək dağlıq olmaz. Lənkəran ovalığı olmaz. Elə cavabımız olacaq Naxçıvanın Arazboy düzənlikləri, Abşeron və Küraraz ovalığı. Yəni dağlıq ərazilərdə bir də ki, Lənkəran ovalığında olmaz. Yəni yağıntı çox düşür axı həmin ərazilərə. Cavabımız 25-də E variantı. 26-ya baxıram. Həm ağır, həm də yüngül sənaye müəssisəsi olan Azərbaycan şəhərləri. Bakıda bilirsiniz ki, biz qeyd edəcək ki, məsəl üçün, Gəncədə həm ağır sənaye var, həm də yüngül sənaye var. Həm Sumqayıtda, həm də Mingəçevirdə. Cavabımız nə olacaq 26-da? E bəndi. Həm ağır, həm də yüngül sənaye sahəsinin olduğu ərazilər. Gəncə, Sumqayıt və Mingəçevir. Məsələn, Saatlıda ağır sənaye yoxdur, Sabirabadda ağır sənaye yoxdur, Qubada da həmçinin, Şəkidə də yoxdur, Astırada da yoxdur. Buna görə E bəndi uyğun gəlir. Bakı, Sumqayıt şəhərləri və Daşkəsən üçün ümumi olan sənaye sahələri. Təbii ki, orada nə var idi uşaqlar? 27-də cavabımız E bəndi, meteorologiya sahələri idi. 28-ə baxaq. Gəncə, Sumqayıt, Bakı şəhərləri üçün ümumi olan sahələr nədir? Deyəcəksiniz ki, kimya sənayesidir. Kimya sənayesi. 29-cu suala baxaq. Azərbaycanda daha çox idxal edilən xam mallar. Yəni Azərbaycanda deyir hansı məhsullar alınırdı? Burada deyəcəksiniz ki, mebel istehsalı, un itmə və çörək bişirmə. Çünki bizdə dedik axı, dənli bitkilər necə idi? Az idi. Meşə ehtiyatımız necədir? Azdır. Ona görə bizdə mebeldir, un itmədir, çörək bişirmədir. Bunlar neyinir? Alınır. Azərbaycanda meşə ehtiyatı ilə dənli bitki ehtiyatları tələbatı ödəyə bilmir. Cavabımız ona görə 29-da nədir? D variantı. 30-cu suala baxaq. Azərbaycanda ən çox elektrik enerji istehsalı və istehlak edilən müvafiq şəhərlər. Ən çox elektrik enerji istehsalı deyəcəksiniz ki, Mingəçevirlə haradaydı? Bakıda. Azərbaycanda energetika müəssisələrinin iri şəhərlərdə yerləşməsinin səbəbi nə idi? Çünki deyəcəksiniz ki, elektrik enerjisinin tələbatının çox olması idi.
Ona görə iri şəhərlərin yaxınlığında yerləşdirilirdi. Azərbaycan neft hasilatının artırılmasında əsas yolları. Neft hasilatının artırılmasında əsas yollar nədir? Neftin hasilatını, texnologiyalarını təkmilləşdirmək və yeni yataqları istifadəyə verməkdir. 33-cü sual. Respublikamızda təbii qaz hasilatının artırılmasında əsas yol nədir? Burada da yüksək, yəni ki, yeni dəniz qaz yataqlarını mənimsəmək və qaz hasilatı. Texnologiyanı, ümumiyyətlə uşaqlar, texnologiyanı təkmilləşdirmək lazımdır da. Hər ikisində. Həm neftin, həm də təbii qazın hasilatının artırılmasında. Ona görə cavabımız 33 nə olacaq? C bəndi. 34-ə baxaq. Azərbaycan şərq hissəsində yerləşən sənaye qovşaqları. Şərq hissəsində deyirsə, Gəncə Daşkəsən uşaqlar qərbdədir getdi. Naxçıvan Ordubad qərbdədir getdi. Mingəçevir qərbdədir getdi. Ona görə cavabımız nə olacaq? Bakı, Sumqayıt, Şirvan, Salyan. Lənkəran Astravada sənaye qovşağı dərəcəsi 2 olmaz. Cavabımız nədir? E. 34-də E. 35-ci suala baxaq. Azərbaycanda günəş elektrik stansiyalarının tikilməsi üçün ehtiyatda olan ərazilər. Təbii ki, Bəyəxlarım dedik. Küraraz ovalığı, Abşeron yarımadası, Zəngilan, Qubadlı və Naxçıvan. Cavabımız olacaq 35-də C bəndi. Respublikamızda metalurgiya sənayesində istifadə edilən qeyri-filiz xammal və onun yerləşdiyi inzibati rayonlar. Qeyri-filiz xammal deyirsə, bilirsiniz ki, bentolit gil hardaydı? Qazataydı, Daşsallıqlıda. Traventi hardaydı? Naxçıvanda, Kəngərlidəydi, Babəkdə deyildi. Bentolit gil nə Kəlbəcərdə yoxdur, nə Zaqatalda yoxdur. Ona görə cavabımız 38, 37, 36 olacaq? D bəndi. Gələk digər sualımıza baxaq. Azərbaycan Respublikasında yeni və yüngül sənayelərinin sahələrinin geniş yayılmasının səbəbi nədir? Çünki tələbat çoxdur da bu sahələrə. Məhsulun yüksək tələbat və xammalın bol olması. Bizdə yeni və yüngül xammal boldur, həm də tələbatımız çoxdur. B. 38. Abşeron yarımadasında filiz faydalı qazıntıların olması səbəbi nədir? Çünki bilirsiniz də, Abşeron yarımadasında çökmə suxurların qalınlığı yüksəkdir. Filiz faydalı qazıntının olması üçün orada maqmatik suxurlar olmalıdır. Ona görə 38 cavabımız A olacaq. Azərbaycanda külək energetika inkişafı üçün əlverişli olan ərazilər bayaq dedik. Abşeron, Qobustan. Cavabımız 39-da A. Azərbaycanda bentolit gil istifadə etdiyi əsas sənaye metallurgiyadır da dedik. 40-da cavabımız C bəndi. Bentolit gildən metallurgiyada istifadə olunur. 41-ə baxaq. Ceyranbatan su anbarının su təchizatında mühüm rol oynayan su obyekti Samur Abşeron kanalıdır. Ceyranbatan su anbarının su təchizatında mühüm rol oynayan su obyekti Samur Abşerondur. Cavabımız 41-də D variantıdır. Azərbaycan ixtisaslaşmış ağır sənaye sahələri. Ağır sənaye sahələri deyirsə, uşaqlar, meşə ağır deyil, tikinti ağır deyil, yeyinti ağır deyil, toxuculuq ağır deyil. Cavabımız olacaq 42-də B. Yəni, rahat suallardır bunlar. Azərbaycanda yüngül və yeyinti sənaye sahələrində istehsal olunur nələr? Yüngül yeyinti deyirsə, təbii ki, nə olar? Texniki avandalıq olmaz, yüngül əlvan metal olmaz. Burada nə olacaq? Gündəlik tələbat malları. Yüngül və yeyintidə nə var? Gündəlik tələbat mallarımız. Cavabımız 43-də C variantı. 44-də baxaq. Respublikamızda yanacaq energetika sənayesində istifadə edilməyən təbii ehtiyatlar. Baxırıq. Azərbaycanda daş kömür yoxdur, qonur kömür yoxdur. Variantlar getdi. Geotermal enerji yoxdur. Deməli, burada nüvə yoxdur. Azərbaycanda 44-də nə cavabımız olmalıdır? Daş kömür, uran və torf. Bunlar Azərbaycan ərazisində yoxdur. Məsələn, A bəndində neft var, yanar şist var, neft var, təbii qaz var, yəni neft var, təbii qaz var. Bir dənə E bəndi çıxacaq. Azərbaycanda alüminium sənayesinin istehsal mərhələləri. Alüminium sənayesi uşaqlar bizdə alüminiumdən, boksitdən və nifelindən təşkil olunub. Azərbaycanda da alüminiumdan yalnız nə var idi? Alinit var idi. Cavabımız olacaq 45-də A bəndi. Alinit hasilatı, alüminiumun istehsalı. Boksit bizdə yoxdur, nifelin bizdə yoxdur. Prokat yoxdur, boksit yoxdur, yenə deyirəm. Bunları çıxacaqsa, alüminiumun tərkibinə 3 dənə saytdır. Alinit, nifelin, boksit. Dəmir filiz alüminiumun tərkibində deyil. Mis alüminium tərkibində deyil. Gəncədəydi. Hə? Bəli, dərəcəsiz ki, zavod Gəncədəydi. Amma alinit ehtiyatımız Daşkəsində zəli yatağındaydı.
46-ya baxaq. Deyir, Azərbaycanda toxuculuq sənayesinin qədim sahələrdən biri və onun əsas mərkəzi haradır? Deyəcəksiniz ki, hara olar sizcə 46? Şəki olar da. İpək parça istehsalı Şəki. 47-yə baxaq. Respublikamızın dünyada iri neft şirkətinin istismarına daha çox maraq göstərən neft yataqlarımız Azəri, Günəşli, Çıraqdır. 47-də E variantı. Şahdəniz. Deyəcəksiniz ki, neft yatağı deyil. 48. Kür çayının Respublikamızın təsərrüfatında rolu. Kür çayından uşaqlar təbii ki, nədə istifadə olunur? Deyəcəksiniz ki, balıqçılıqda istifadə olunur, nəqliyyatda istifadə olunur, suvarmada istifadə olunur, hidroenerji kimi istifadə olunur. Böyük kabotaj olmaz. Xarici və daxili yük daşıma olmaz. Çay turizmi olmaz. Yəni bir dənə cavabımız nə olacaq? D bəndi. Böyük kabotaj yazıb yenə olmaz. Azərbaycan zəngin təbii qaz ehtiyatlarına malik olan əsas ərazilər. Təbii qaz ehtiyatlarımızla zəngin olan deyirsə, gəlin baxaq. Təbii ki, cavabımız burada nə olacaq? Xəzərin şef zonası, Abşeron yarımadası. Qırtacağımız C variantı. Sumqayıt və Gəncə şəhərləri üçün ümumi olan xüsusiyyətlər. Böyük Qafqaz vilayətinin daxilində yerləşirlər uşaqlar. Sumqayıtdır da orada yerləşən. Gəncə Böyük Qafqaz vilayətində yerləşmir. Kiçik Qafqaz vilayətində yerləşirlər, Gəncəyə aiddir. Sumqayıt yerləşmiş. Deməli, 1 ilə 2 səhvdir. Deməli, burada gəlin 1 ilə 2-ni çıxaq. Baxın, birləri çıxdıq, birləri çıxdıq, birləri çıxdıq. Ya A-dır, ya da C variantıdır. Qədim şəhərlərdir. Sumqayıt qədim şəhər deyil. 3-ü çıxırsan. Əhalisinin sayına görə ölkənin böyük şəhərləri sırasına daxildir hər ikisi. Metalurgiya sənayesi inkişaf etmişdir. Hər ikisində kimya sənayesi inkişaf etmişdir hər ikisində. Ona görə cavabımız 4, 5, 6 olacaq. C variantı. Azərbaycan Respublikasının sənaye əhəmiyyətli filiz faydalı qazıntılar və onların yerləşdiyi yataqlar. Uşaqlar, dəmir filiz, bəli, Daşkəsəndə, Hamamçayda, Dəmiroğlunda var. Bir düzdür. Mərmər filiz faydalı qazıntı deyil. 3 səhvdir, qeyri-filizdir. Alinit düzdür, polimetal düzdür. 1, 4, 5. Cavabımız D variantıdır. Civə Qazaxda deyildi. Kəlbəcərlə Laçındaydı. Aydındır. Cavabımız 51-də nə olacaq? D variantı. Bir də uşaqlar qeyd edəcəksiniz ki, mis ehtiyatımız da ki, Gədəbəylə Kəlbəcərdədir. Goran boyda deyildi. Gədəbəylə Kəlbəcərdədir. Gəldi 52-yə. Respublikamızda energetikanın inkişafı üçün yeni və ucuz mənbələrin və bu mənbələrin üstün cəhətlərini müəyyən edin. Bilirsiniz də uşaqlar, energetikanın inkişafı üçün ucuz və enerji mənbələri deyirsə, külək və günəş enerjisi də alternativ enerji mənbələrini götürəcəksiniz. Yəni, ekoloji cəhətdən necədirlər onlar? Təmizdirlər. Cavabımız nə olacaq? A bəndi. Məsələn, daş kömür bizdə yoxdur. B getdi, C getdi. Dəniz cəryanı yoxdur. Qabarma çəkilmə bizdə yoxdur. Onlara çıxsanız, yerdə qalır A. Azərbaycanda ağır sənayinin hansı sahələr daxili tələbatı əsasən ödəyir? Ağır sənayimiz bilirsiniz də hansılardır? Məsəl üçün, qeyd edəcək ki, burada energetika, neft, maşınqarma, kimya bunlar nədir? Ağır sənaye sahəsinin daxili tələbatımızla ödəyir?